Qalın saitlərin sayı ilə çar samitlərin sayı bərabər olan sözlər. Saatlar sözü tələffüzdə saat dar şəklində tələffüz olunur. Burada qalın saitimiz 2-dən olduğu halda çar saitimiz yenə də 2 dənədir. Deməli, birinci sözü seçirik. Armudluq tələffüz zamanı olur ar. Qalın saitimiz 1, 2, 3 dənədir. Çar samitimiz isə t və x 2 dənədir. Ona görə bu ola bilməz. Palıdlıq sözünə baxırıq. Palıdlıq sözü isə palıtdıq şəklində tələffüz olunur. Palıtdıq. Qalın saitimiz 3 dənədir. Çar samitimiz də 3 dənədir. 3-ü seçirik. Sapsarı dəyişmir. Burada qalın saitimiz 3 dənədir. Çar samitimiz də s, p, s 3 dənədir. Sonrakı söz də dəyişmir. Burada da qalın saitimiz 3 dənə. Çar samitimiz isə 2 dənə olduğu üçün bu ola bilməz. Cavabımız 1, 3, 4 olacaq.